Salam əziz izləyicilər, xoş gördük hər birinizi. Bugün sizə Allahın bizə bəxş etdiyi ən güclü şəfalı bitkilərdən biri ayqulağı haqqında danışacağam. Ayqulağı hansı xəstəliklərdə istifadə olunur? Sidik yolları və böyrəklərə necə təsir edir? Hər kəs istifadə edə bilərmi? Zərərləri varmı? Bu videoda ayqulağı haqqında bütün məlumatları, tibbi araşdırmaları və xalq təbabətində istifadəsini ətraflı şəkildə izah edəcəm. Əgər sağlamlıq mövzuları sizi maraqlandırırsa, videonu sona qədər izləyin və kanala abunə olmağı unutmayın. Ayqulağı xalq təbabətində əsrlərdir istifadə olunan qiymətli dərman bitkilərindən biridir. Bu bitki əsasən soyuq və mülayim iqlim qurşaqlarında bitir və yerə yayılaraq böyüyən həmişəyaşıl kol bitkisi hesab olunur. Ayqulağının yarpaqları qalın, dəriyə bənzər və parlaq yaşıl rəngdə olur. Yaz aylarında ağ və ya açıq çəhrayı rəngli xırda çiçəklər açır. Payız mövsümündə isə qırmızı rəngli gilə meyvələr verir. Bitkinin latınca adı ayı üzümü mənasını verir. Bunun səbəbi isə təbiətdə ayıların bu meyvəni yeməsidir. Ayqulağı daha çox yarpaqlarına görə dəyərləndirilir. Çünki müalicəvi xüsusiyyətlər əsasən yarpaqlarda cəmlənmişdir. Onun tərkibində arbutin adlı maddə xüsusi əhəmiyyət daşıyır. Bu maddə güclü antibakterial təsir göstərir. Bundan əlavə ayqulağının tərkibində taninlər, flavonoidlər, fenolik birləşmələr və müxtəlif antioksidant maddələr mövcuddur. Bu maddələr bitkinin həm iltihab əleyhinə, həm antiseptik, həm də sidik qovucu təsirini formalaşdırır. Ayqulağı ən çox sidik yolları problemlərində istifadə olunur. Xüsusilə sistit, sidik yollarının iltihabı və bəzi hallarda böyrək iltihabında dəstəkləyici vasitə kimi tanınır. Onun antibakterial xüsusiyyəti sidik yollarında bakteriyaların çoxalmasının qarşısını almağa kömək edə bilər. Bu səbəbdən xalq təbabətində və bəzi fitoterapiya mənbələrində ayqulağı çayı sidik yolu infeksiyalarında qısa müddətli istifadə üçün tövsiyə olunur. Lakin burada vacib məqam ondan ibarətdir ki, ayqulağı antibiotiki əvəz edən əsas müalicə vasitəsi deyil, daha çox dəstəkləyici rol oynayır. Bitkinin digər mühüm xüsusiyyəti sidik qovucu təsiridir. Ayqulağı orqanizmdə yığılan artıq mayının xaric olunmasına kömək edə bilər. Bu xüsusiyyət ödem hallarında, yəni bədəndə şişkinlik və maye toplanması olduqda faydalı ola bilər. Sidik ifrazını artırmaqla böyrəklərin fəaliyyətini dəstəklədiyi düşünülür. Bəzi mənbələrdə böyrək daşlarının xaric olunmasına köməkçi ola biləcəyi qeyd edilir. Lakin daşları birbaşa əridən bitki hesab olunmur. Ayqulağının tərkibində olan antioksidant maddələr hüceyrələri sərbəst radikalların zərərli təsirindən qorumağa kömək edə bilər. Bu isə ümumi immun sisteminin güclənməsinə dolayı yolla təsir göstərə bilər. Bundan başqa xalq təbabətində qadınlarda sidik yolları problemləri və bəzi menstrual narahatlıqlar zamanı istifadə edildiyi də qeyd olunur. Maraqlı məqamlardan biri də odur ki, ayqulağından alınan arbutin maddəsi kosmetologiyada istifadə olunur. Xüsusilə dəri ləkələrinin azaldılması və dəri tonunun bərabərləşdirilməsi məqsədi ilə bəzi kremlərin tərkibində yer alır. Arbutin dəridə melanin sintezini tənzimləməyə kömək edə bilər. Lakin ayqulağı istifadə edərkən ehtiyatlı olmaq vacibdir. Çünki tərkibində olan arbutin maddəsi uzun müddət və yüksək dozada qəbul edildikdə orqanizm üçün zərərli ola bilər. Xüsusilə hidroxinonin artıq miqdarı qaraciyərə və böyrəklərə mənfi təsir göstərə bilər. Ona görə də ayqulağı çayı adətən 5-7 gündən artıq istifadə olunmamalıdır və uzun müddətli istifadəsi həkim nəzarəti olmadan tövsiyə edilmir. Hamilə və süd verən qadınlar üçün ayqulağı uyğun hesab edilmir. Çünki uşaqlıq əzəllərinə təsir göstərə biləcəyi ehtimal olunur. Həmçinin 12 yaşdan aşağı uşaqlara istifadəsi məsləhət görülmür. Mədə həssaslığı, qastrit və ya xora problemi olan insanlarda isə tərkibindəki taninlər mədə selikli qişasını qıcıqlandıra və ağrıları artıra bilər. Bu səbəbdən mədə xəstəlikləri olan şəxslər istifadə etməzdən əvvəl mütləq həkimlə məsləhətləşməlidirlər. Yan təsirlər arasında ürək
böyrək bulanma, qusma, qarın ağrısı və sidiyin rənginin tündləşməsi qeyd olunur. Əgər belə hallar baş verərsə, istifadəsi dərhal dayandırılmalıdır. Ayqulağı adətən çay formasında istifadə olunur. Bir çay qaşığı qurudulmuş yarpaq üzərinə 1 stəkan qaynar su əlavə edilir və təxminən 10-15 dəqiqə dəmlənir. Gündə 1 və ya 2 dəfə qəbul edilə bilər. Lakin yenə də vurğulamaq lazımdır ki, bu bitki uzun müddət fasiləsiz istifadə üçün nəzərdə tutulmayıb. Nəticə olaraq demək olar ki, ayqulağı Allahın bizə bəxş etdiyi güclü təsirə malik dərman bitkilərindən biridir. O, xüsusilə sidik yolları problemlərində qısa müddətli dəstək kimi faydalı ola bilər. Ancaq hər bir bitki kimi onun da həm faydaları, həm də potensial riskləri vardır. Doza və istifadə müddəti çox önəmlidir. Sağlamlıqla bağlı hər hansı ciddi problem olduqda isə mütləq tibbi müayinə və həkim məsləhəti əsas götürülməlidir. Əziz izləyicilər, gördüyünüz kimi ayqulağı həm faydalı, həm də düzgün istifadə olunmadıqda təhlükəli ola bilən bir bitkidir. Əgər böyrək və ya sidik yolları problemi yaşayırsınızsa, mütləq həkimlə məsləhətləşin. Bu cür sağlamlıq mövzularında daha çox məlumat almaq üçün kanala abunə olun, videonu bəyənin və fikirlərinizi şərh bölməsində yazın.